Güzel oğlum, ne dersin? Teşekkürler balım peteğim benim. Ah, arı olaydın, senin çiçek olardın, əmərdin peteğinden, böceğim benim. Buyur, necəsən, ne var ne yok? Çok sağ ol, yaxşı olasınız. Dedim bir bakardınız, benim oğluma tezden görerdiniz, benim oğlum yeni xəstələrin üstüne sağlık. Ben de xəstələnmişəm ya. Allah O mənə bax, o qadınla artık bir alakası var mı? Ben ayırmıştım. Yok, ayrıldılar da. Nice. Deyirəm də mənim gördüyüm işə bir problem yoxdur. İşimə cavab deyil. İndi yaxşı, de, oğlumun adı yaxşı nə idi? Ceyhun 27 yaş, ayakkabı 45. 45, ayaqqabı razmeri. Bəli, 45. Boyu neçədir? Boy 1.90. Oy maşallah. Aşağıda kimlik olsun. Sağ ol. Harada yaşayırsınız ərazi olaraq? Oğlum Bakıdadır. Bakıdadır. Oğluva demək ki, bax, ətli qutab yesin. Ondandır. Ətli qutab yesin, ən az 2 dənə yeməlidir gün ərzində. Yaxşı mı? Ətli qutab yeyəndə nə olur ki? Ətli qutab yeyəndə yəni ət istəyir. Yok, bilirsən nədir? Onun diyarında problem var, ayaqlarında ləkələr var. Ona görə mən baxdırdım. Deyirlər diyarında problemi var. Ondan başqa. Onun üçün sən də çıxırsan burada. Evləndirməyə zad düşünürsənmi? Düşünürəm, bəli. Cehir zad tikirsən elə bir, belə deyim sənə. Məsələn, bir namizət var mı? Namizə deyirəm, mən də ürəyimdən keçir, hələ dəqiq deyə bilmirəm. Bəs yaxşı, bu qızı niyə demirsən ona? Xəstəliyi üçün, bax qulaq as, xəstəliyi üçün müraciət eləsin, həkimə getsin. O heç. Amma sağalandır. Mənim ürəyimdəki qız, məsəl üçün, mən tutduğum qız ona qismət olacaqmı, bilmirəm. Ürəyindəki qızı tut bir dənə. Tut ürəyindəki qızı. Gözlə. İndi onu bırak. Bıraktın mı? Bəli. Başka heç tutma. Yəni deyirəm. Hə. Görürəm. Oğluma xeyir iş görürəm. Yəni həmin qız düşürmü onu? Bəli. O düşürlər. Bir də sizdən bir söz soruşum. Yəni, bax, belə bir şey deyim də oğlum. Bax, bir dənə ölüm haqq hesabı var da. Uzaq olsun, uzaq üzündən. Mənim bir padruqamın, qardaş oğlunun bir qara xəbəri gəlibdir. Rağ üzünüzdən, rağ qulağınızdan, üstünüzdən sağlıq. O tərəfdə müharibədə deyirlər ki, əsir düşür, sonra deyirlər ölübdür. Onun adını desəm, siz baxardınız, görərdiniz o uşaq sağdır, yoxsa rəhmətə gedibdir. Harda olub? Rostovda. Hə, Rusiyyətdədir. Bəli, oradan əsir, birinci səfər əsir xəbəri gəlibdir. İndi də güya ki tabut gəlir, meydi gəlir, ancaq inanmırlar da. Amma o çıxmır, hə? Dəqiq bilinmir ki, ölübdür, yoxsa əsirdir. Yaxşı. Onun üçün başqasının olduğuna görə səndən qan bağlılığı yoxdur. Evdə dəmir çömsən var mı evdə? Var. Götür dəmir çömsəni. Aç ekranını, göstər mənə o çömsəni. Yox, mən qaranlıqdır, mən sizə göstərə bilməyəcəm. Ona görə ki, mənim işığım yox, işığım yanmır. İşığı niyə yanmır? Karotki verirdi deyil, işıqlarını dayandırıblar. Nə qədər vaxtı belə? Və sən nə təyirsən bu işıqsız? Nə bilim, bir də yaşayırım, bir də öyrəşmişəm. Telefon işığında. Yox, neçə gündür bu belədir? Gündəyə 4 aydır bu gündəyəm. Bir dənə tək sənin evində mi belə? Bəli, mənim təkcə mənim evimdə. Harada yaşayırsan ki sən? Mənim rayonda. Hansı rayonda? Nəsə də bir rayonda istəmirəm, indi orada işidərlər, ona görə istəmirəm desinlər. İşidərlər deyəndə ki, qoy eşitsinlər də. Anam, 4 aydır sən işıqsız qalırsan,
Sənin mi nəsə bir sıxıntı mı var? Sənə görə mi Emilli belə şey olub? Çünki sənin sözündən Bak belə evimde problem var. Bilmiyorum. Bak bir bakardınız benim evimde bu ne problemdi. sənin evindəki problemi özün bilirsən də nədir? Mənə niyə bir də əziyyət verirsən burada baxdırırsan? Bilirəm. Yani problem var ki neler var bilmirəm da. Nelerse olur size de demişim da. Karotki verir fakt olarak. Nəyin karotkisidir bu? Bilmirəm Tabii, kim iyi de. eləyir, niye eləyir, derdi nədir? Işıq çəkdirmişdim. Bir de Bakıya oğlumun yanına gittim geldim gördüm bir de ışık yanmır. Partladıklar, dağıdıklar. Yani sınırlar partlayır. Partladıqlar, dağıdıqlar demə. Bu biraz böhtana düşür, geri düşür. Sən neyim? deyirsən ki, partladıqlar, dağıdıqlar. Əmin Eğer mankör gelir der ki bu sınıra güclü nəsə takıbsan mı? Bu niye partlayıbdı? Derim ben hiç ne takmamışam da. Bir dənə namusla yandırmışam. bəs yaxşı, bu işıq idarəsində niyə müraciət eləmirsən ki, bir gəlin baxın. Eləmişəm. Karotkiyi tapa bilmirlər ki hardandır. Deyir ki 50 metr sınır al gətir təzdən çəkək. Almaq lazımdır da. İndi hərdən alacam. İndi sınır alıb çəkdirəsiyəm. Və görürsən ki, öyrəşmirsən. Nə deyirsən, qaranlıq işi daha yaxşıdır. Öyrəşmişəm da daha iyi. Yox. Vay, vay, vay. Məcburam. Neyim oğlum Bakıda mən burada mənim işimi kim görəsidir ki? Bəs yaxşı, bu internet məsələsini hardan eləyirsən? Oğlum paket asıbdı, o paket götürüb. Vay maşallah. Denən bir 50 metrdə şunur alsın da, nə olar ki? İnşallah alar. Yaxşı. Götürdünmü çömçəni? Götürmüşəm ben. Əsas internetdir dostlar. İşığı zadı şey nə edirik ki? Əsas internetdir. Hə. Çömçəni tutmuşsan baş hissəsindən. Tuttum. Ay yaşa. İndi o adamın denən adını Kərim, oğlanın adı Kərim'dir. harda şey Rusiyyadadır mı? Burada Azərbaycanda olubdu, indi Rusiyadadır da. Öyle bir ki oğlan özü olubdu Surgut'ta, ailesi Surgut'tadır. Gel rəhmətə gedib deyilənə görə Rostov'da. Ay. Vay. Ay xatirə. Bəli. Heç sən ölü şeyi görmüsən? Şey kəfəni. Yok. Yok görmüşəm. Niye indi yadıma gəlir yoldaşımı yanımda kəfənləyiblər. Ha, deyirəm də. Yəni bu səndə sadəcə biraz qorxu var. Ona da denən o qadında narahat olmasın, ölüm zad, itim zad görmürəm. Oğlan sağdır ha? Hə, yəni ölüm itim görmürəm. Dəqiq indi 100% o ölmüyor da onda. Yəni mən gördüyüm budur, bəli. Çok sağ ol. Teşekkür ederim. Kız dünenden Surgut'a gelipti ki onun meydeni Rostov'dan getirirler. Aha, yenə də bax, ha. Amma yəni hələ ki ölüm itim görmürəm mən. İnşallah ki sağ çıkar. Tamam, yəni inşallah mənə də məlumatlandırarsan, yaxşımı? Yaxşı. Bir de sizden bir xahiş edirəm. Bir kadın var. Onu dedim size WhatsApp nömrəsi sizde yazmıştım. WhatsApp nömrəsi mümkünse mənə atardınız. O kadın istəmir də belə caniyə girsin. Onun problemi var, məhkəmə problemi var.